Asan hazırlanan və çox dadlı kurabiye resepti. Xəmiri hazırlamaq üçün qaba bir ədəd yumurta sındırıram. Üzərinə yarım stəkan bitki yağı, stəkanın başı bir barmaq aşağı ərinmiş yağ, bir stəkan şəkər tozu əlavə edib qarışdırıram. Üzərinə 4 stəkan un, bir bağlama qabartma tozu və 4 xörək qaşığı süd əlavə edib yumuşaq və elə yapışmayan xəmir yoğururam. Xəmiri gözlətmədən hər biri 45 qram olmaqla yumru toplar hazırlayıb, əlimlə üstündən bastıraraq yayıram. İçli yerləşdirdikdən sonra isə digər yaydığımla üzərini örtürəm, səliqəli olsun deyə isə stəkanla kəsirəm. Tərsinə çevirərək yağlı kağız yerləşdirdiyim soba listinə yığıb, öncədən isidilmiş 180 dərəcədə nəzarət edərək üzəri yüngülvari qızarana kimi bişirirəm.